Bugünkü prosesdə kimlər ifadə verib və kimlərə qarşı? Bugünkü prosesdə baş mütəşəkkil cinayətkara qarşı mübarizə idarəsinin növbəti əməliyyatçısı ifadə verdi. Kənan Heybətov, həmin şəxs mənim hüquqlarımı müdafiə etdiyim Əsgərov Bəhruzun epizodu üzrə şahiddir və o istintaqda və məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Əsgərov Bəhruzu o zərərsizləşdirib, amma həmin vaxt zərərsizləşdirərkən onun üzərində həm qumbara olubdur, həm bıçaq olubdur, həm də demək qumbaranın alışdırıcısı olubdur. Və həmin vaxtı Əsgərov Bəhruz yaralanıbdır, yəqin cinayət işi materiallarından xəbəriniz var. Və biz çarpaz dindirmə zamanı ona suallar verdik ki, Əsgərov Bəhruz hardan yaralanıbdır? O dedi ki, ayaq nahiyəsindən yaralanmışdı. Ancaq həmin ayağının hansı hissəsindən yaralanması ilə bağlı sualı cavablandıra bilmədi. Və Əsgərov Bəhruza sualı ünvanlayanda o bildirdi ki, sol baldır nahiyəsinin arxa hissəsindən yaralanıbdır. Və Kənan Heybətov bildirdi ki, onunla üzbəyiz olubdur və Əsgərov Bəhruz nə arxaya qaçıbdır, nə yalnız üzbəyiz müsaiət zamanı onu zərərsizləşdiribdir. Və ondan mən soruşdum ki, belə olan halda həmin o güllənin onun ayaq nahiyəsinin arxa hissəsindən dəyməsini necə izah edə bilərsən? O heç cür bu sualı izah edə və cavablandıra bilmədi. Və növbəti sual bundan ibarət idi ki, Əsgərov Bəhruz saxlanarkən ona çoxlu sayda, təxminən ondan çox rezin güllə vurulubdur. Və bu güllələrin həmin şəxsin Kənan Heybətovun vurması ilə bağlı mən ona sual verdim. O dedi ki, belə bir hadisə olmayıbdır və belə olan halda mən ona soruşdum ki, bəs yaxşı bu rezin güllələr kim tərəfindən vurulub? Heç cür o bu sualı izah edə bilmədi. Əsgərov Bəhruz bildirdi ki, öz növbəsində bildirdi, məhkəmədə növbəti dəfə ifadə verdi, bildirdi ki, onu zərərsizləşdirən bu şəxs olmayıbdır və ümumiyyətlə o həyata polislər daxil olanda dərhal əllərini qaldırıb və təslim olubdur. Bu zaman həmin bu əməliyyatçıdan dəfələrlə hündür olan və cüssəli olan bir şəxs, polis maskasında olan bir şəxs onu güllələyib və yerə yıxıldı. Həmin vaxtda da proses bundan bitib, yəni onu güllələmiş vəziyyətdə qoyub gediblər. Və bundan sonra kənd cəmaatının köməkliyi ilə əvvəl Nardaran tibb məntəqəsinə, sonra isə Sabunçu rayon xəstəxanasına apardılar. Və bu dindirmə prosesi artıq üzə çıxardı ki, şahid Kənan Heybətov məhkəməyə yalan ifadə verir və onun istintaqa verdiyi ifadədə işin materialları ilə və məhkəmədə təqsirləndirən şəxsin həm verdiyi ifadəsindən, həm çarpaz dindirməklə tam şəkildə təhsil olunur. Günün ikinci yarısında isə digər bir əməliyyatçı Novruzov soyadlı şəxs dindirildi və o istintaqa verdiyi ifadəsində göstərib ki, hadisə zamanı Abbas Quliyevi zərərsizləşdirildi. Ancaq məhkəmədə verdiyi ifadəsində bir çox hadisələri xatırlamadığını və bunu uzun müddət aradan keçməsi ilə əlaqələndirdi. Bizim suallarımıza həm bizim suallarımız zamanı, həm də təqsirləndirilən şəxslərin sualları zamanı bir çox ziddiyyətli ifadələr verdi. Yəni bu ziddiyyətlər nədən ibarət edir? Bu ziddiyyətlər ondan ibarət edir ki, o demək həm həyata daxil olan zaman ondan əvvəl olan şəxslərin kimlər olduğunu, yanında hansı polis əməkdaşlarının olduğunu, qumbaranın kimin atdığını, yaralanan şəxslərin məhz kimin atəşi və qumbara atması nəticəsində yaralandığını xatırlamadığını bildirdi. Və mühüm bir məqamlardan biri ondan ibarətdir ki, o dedi ki, Abbas Quliyev əlində 5 barmaq olubdu, amma cinayət işi materiallarından görünür ki, o ifadəsində yalnız bıçaq, qumbara və onun alışdırıcısından barədə məlumat verir. Və bununla bağlı ona sual ünvanladıq, yenə bunu heç cür izah edə bilmədi və Abbas Quliyevlə çarpaz dindirmə zamanı Abbas Quliyev dedi ki, bu adamı noyabr 26-sında yox, sonradan üstündən bir neçə gün keçmiş Bandaktelin idarəsində görüldü və həmin vaxtı o tanınma istintaq hərəkəti keçirdi və o güya Abbas Quliyevi zərərsizləşdirməsinə dair ifadə verir və sonradan da üzləşdirmə hərəkəti həyata keçirildi. Halbuki Abbas Quliyev dedi ki, belə bir şəxs onu zərərsizləşdirməyib, bundan dəfələrlə hündür və maskada olan polis bir əməkdaşı onu zərərsizləşdiribdir və
bu ifadə ilə də bir daha aydın oldu ki, demək şahidin verdiyi ifadə digər şəxslərin ifadələrinə tam şəkildə təsdiq olunur.